Bir gün şah vəzirlərini başına yığıb deyir: Hər zibildən vergi almışıq, xəzinə də boşalıb. İndi nədən vergi alaq? Vəzirlər xeyli məşvərətdən sonra gəlib şaha deyirlər: Adı İbiş olandan, başı keçəl olandan, bazarda xoruz satandan, bir də qorxaqlardan bir axça vergi alaq. Bu təklif padşahın xoşuna gəlir və razılaşır, vəzirləri göndərir iş başına. Bu qərardan xəbərsiz, ölkənin ən ucqar kəndlərindən birində yaşayan İbiş adlı şəxs evindəki bir dənə xoruzunu qoltuğuna vurur, çıxır bazara ki xoruzu satıb arvadına bir cüt başmaq alsın. Bazara çatar çatmaz bir müştəri ilə razılaşır və xoruzunu ona 4 axça müqabilində satır. Xoruzunu yaxşı qiymətə satmağın sevincini yaşayan İbişin qabağını məmurlar kəsir. Xoruzunu satdın? İbiş deyir, hə. Elə isə onda bir axça xoruz satma vergisi verməlisən. İbiş təəccüblənir. Xoruz satmağın da vergisi olurmuş. Mübahisə uzanır, bazar cəmaatı yığılışır İbişlə məmurların başına, müzakirə gedir. Adamlardan biri səslənir: İbiş əfəndi, özünü boş-boşuna yorma. Bunların əlindən canını qutara bilməzsən. Bir axçavı ver, çıx get. Məmur bunu eşidib deyir: Aha, adı İbiş imiş. Vergi borcu 2 axça oldu. İbiş bunu eşidib dəli olur. İbişlik vergisi də var imiş. Bunu deyib qaçmaq istəyəndə başındakı papağı düşür və keçəl olduğu görünür. Bunu görən məmurlardan biri deyir: Bunun başı keçəl imiş ki, bir axçada keçəllik vergisi. Yazıq İbiş bunu eşidən kimi başlayır ağlaya-ağlaya yalvarmağa. Etmə, eləmə qağa. Mən evə gedib arvada nə cavab verəcəm? Valla mən evə buraxmaz, əlində maşa üstümə cumar. Məmur bu dəfə kədərli səslə İbişə sonuncu zərbəsini endirir. Qardaşım, sən üstəlik arvaddan qorxurmuşsan, bir axça da qorxaqlıq vergisi verməlisən. Elədi 4 axça. Yazıq İbiş xoruzunu satıb 4 axça eləmişdi ki, o 4 axça ilə də arvadına bir cüt başmaq alsın, o 4 axçanı şahın məmurlarına vergi kimi ödəməli oldu. Əslində dəyişən tarixdir, rəqəmlərdir. Qalan heç bir şey dəyişməyib. Əslində elə biz hamımız İbişik.